Daha bir qrup sakinin yurt həsrəti sona çatıb. Bugün 54 ailə Ağdərə rayonunun Suqovuşan kəndinə qayıdıb. Sakinlərə artıq evlərinin açarları da təqdim olunub. Onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığı bildirilib. Qeyd olunub ki, Suqovuşan kəndi fasiləsiz elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin olunub. Yenidən qurulan Suqovuşan kəndinə köç edənlər müxtəlif bölgələrdə, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla da kənddə məskunlaşan ailələrin sayı 180-ə çatıb. İndi sevinclə gedirik Suqovuşana, qalan ömrümüzü orada yaşayacağıq. Vətənə gedirik, vətənə sevinclə gedirik. Oğlum, gəlinim, nəvəmlə gedirəm. Çoxtaqlı ev qismət olur. Allah bütün gənclərə qismət eləsin. 26 yaşında çıxdıq, Ağcabəddə yaşadıq. İndi də xoş təəssüratlarla geri qayıdırıq. 5 nəvəm var, 2 oğlum var, 2 gəlinim var. Belə. Artıq özünüzə aid bir eviniz olacaq. Əlbəttə ki, olacaq, evimiz olacaq, şükür. Mənim qardaşıma ev veriblər Suqovuşandan. Bu gündən elə bir sevinçli gündür ki, Allah'ın olsun, elə bir ki, dünya aləmdir də. Yəni bunu heç nəylə bölüşmək olmaz. Deyir, gələk dostum bu yerlərə, burada cənnət havası var. Sərin söyüq bulaqların neçə dərin dəvası var. Demək olur, gəlin də görün. Allah qəni-qəni şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.